Salam, hər vaxtınız xeyir olsun. Bugün çox insanın maraqlandığı və tez-tez gördüyü yuxulardan biri haqqında danışacağıq. Yuxuda qadın görmək nə deməkdir? Bu yuxu hansı hallarda xeyirli sayılır, hansı hallarda isə diqqət edilməli işarə hesab olunur? Bütün bunlara xalq inancları, dini mənbələr və İbn Sirin yozumları əsasında baxacağıq. Yuxular əsrlər boyu insan həyatında xüsusi yer tutub. İnsanlar gecə gördükləri bəzi görüntülərin təsadüfi olmadığını düşünüb və onların arxasında gizli mənalar axtarıblar. Xüsusilə yuxuda insan görmək, qadın görmək həmişə diqqət çəkən yuxular sırasında olub. Çünki qadın obrazı bir çox yozumlarda həm həyat, həm ruzi, həm də insanın daxili vəziyyəti ilə əlaqələndirilir. İbn Sirinin yozumlarına görə yuxuda qadın görmək çox vaxt insanın dünya həyatı ilə əlaqəli sayılır. Əgər yuxuda görünən qadın gözəl, sakit və gülümsəyən haldadırsa, bu yaxın zamanda yaxşı xəbərlər almağa, işlərin yoluna düşməsinə və ruziyə işarə kimi qəbul olunur. Xüsusilə qadının üzündə rahatlıq varsa, bu insanın həyatında sakit bir dövrün başlaya biləcəyini göstərir. Əgər qadın tanınmırsa, yəni insan yuxuda heç vaxt görmədiyi bir qadınla qarşılaşırsa, xalq arasında bunu gözlənilməz hadisə və ya xəbər kimi yozurlar. Bəzi inanclara görə tanımadığın qadın yaxın gələcəkdə həyatında yeni bir mərhələnin başlanacağını göstərə bilər. Bu dəyişiklik iş, ailə və ya şəxsi münasibətlərlə bağlı ola bilər. Yuxuda ağ geyimli qadın görmək daha çox xeyirli sayılır. Xalq arasında ağ rəng təmizlik, rahatlıq və xoş niyyət rəmzi hesab olunur. Dini yozumlarda da ağ geyimli qadın insanın qəlbində rahatlıq, duaların qəbul olunması və daxili sakitlik kimi izah edilir. Əgər qadın qara geyimdədirsə, bu zaman yozum bir qədər dəyişir. Burada əsas məqam qadının davranışıdır. Əgər qadın sakitdirsə, bu ciddi bir xəbər və ya düşünülməsi lazım olan məsələ kimi qəbul edilir. Əgər narahat və ya qorxulu görünürsə, bəzi yozumlarda bu daxili gərginlik və narahatlıq kimi izah olunur. Yuxuda yaşlı qadın görmək xalq inanclarında həyat təcrübəsi və xəbərdarlıq hesab edilir. Yaşlı qadın bəzən insanın keçmişdən dərs çıxarmalı olduğunu göstərir. Əgər yaşlı qadın mehribandırsa, bu xeyirli sayılır. Əgər sərt görünürsə, diqqətli olmaq tövsiyə olunur. Gənc qadın görmək isə daha çox yenilik, başlanğıc və ümid kimi yozulur. İbn Sirin bəzi hallarda gənc qadını ruzi və yeni imkanlarla əlaqələndirir. Xüsusilə qadın gülümsəyirsə, bu müsbət enerji kimi qəbul edilir. Əgər yuxuda tanıdığınız bir qadını görürsünüzsə, bu çox vaxt həmin insan haqqında düşüncələrin davam etməsi ilə bağlı olur. Bəzən bu münasibətlərdə həll olunmamış məsələləri də göstərə bilər. Əgər həmin qadın sizə nəsə deyirsə, xalq arasında buna xüsusi diqqət yetirilir və deyilən sözlərin həyatla bağlı mesaj ola biləcəyi düşünülür. Yuxuda ağlayan qadın görmək müxtəlif cür yozulur. Xalq arasında deyirlər ki, sakit ağlamaq bəzən yükün azalması deməkdir. Amma yüksək səslə ağlamaq daxili narahatlıq və ya gözlənilməz hadisə kimi qəbul edilir. Əgər qadın gülürsə, bu adətən xoş xəbər, sevindirici hadisə və rahatlıq əlaməti sayılır. Lakin bəzi qədim inanclarda həddindən artıq gülüş ehtiyatlı yozulur və insanın diqqətli olması tövsiyə edilir. Yuxuda qadının evə gəlməsi xalq arasında qonaq, xəbər və ya yeni hadisə kimi yozulur. Əgər qadın mehriban şəkildə evə daxil olursa, bu bərəkət əlaməti sayılır. Dini mənbələrdə qeyd olunur ki, hər yuxu hökm deyil. Yuxular bəzən insanın gündəlik düşündüklərinin əksi də ola bilər. Ona görə də yuxunu görən zaman hiss edilən duyğu çox önəmlidir. Əgər insan yuxudan rahat oyanırsa, bu çox vaxt yaxşı əlamət sayılır. Ən maraqlısı isə budur ki, bəzi yozumlarda qadın obrazı insanın öz daxili aləmini göstərir. Yəni yuxuda görünən qadının sakit və ya narahat olması bəzən insanın içində yaşadığı vəziyyətin əksidir. Əgər siz də son zamanlar yuxuda qadın görmüsünüzsə, bunu tək bir mənaya bağlamaq düzgün deyil. Yuxunun bütün detalları önəmlidir. Qadının görünüşü, danışığı, geyimi, davranışı və sizin hissiniz.